Bizim mövzumuz dəmir, polad məsələləridir. Qeyd etdiyim kimi dəmir, polad məsələlərinə aid 1, 2, 3, 4 və 5 ədəd məsələ hazırlamışam. Bu məsələləri, bu günləri sizlərə çox sadə, anlaşılan yolla izah etməyə çalışacağım. Deyir, ölkənin dəmir filizi hasilatı 600 milyon ton, polad istehsalı 300 milyon tondur. İstehsal olunan poladın 20%-i metal tullantılarından əldə edilir. Filizin tərkibində 15% metal olarsa, bu ölkə nə qədər dəmir filizi ixal etməlidir? Yadınızdadır, ümumdaxili, ümummilli məhsul məsələlərini həll edəndə biz üçbucaq üsulundan istifadə edirdik. İndi də üçbucaq üsulundan istifadə edirik. Yazırıq dəmir. Burada da yenə də yazırıq polad. Aydın oldu. Dəmir və polad. Ölkənin dəmir filizinin illik hasilatı nə qədərdir? 600 milyon tondur. Bura yazırıq 600 milyon ton. Polad istehsalı nə qədərdir? 300 milyon ton. Burada yazırıq 300 milyon ton. İstehsal olunan poladın 20%-i metal tullantılarından. Həm metaldan, həm də metalın tullantısından əldə oluna bilir. T hərfi tullantıdır, M hərfi metaldır. Burada da T hərfi tullantıdır, M hərfi metaldır. Nə deyir? İstehsal olunan poladın 20%-i metal tullantılarından əldə edilir. Deməli, tullantıda neçə faiz əldə olunur? 20%. Onda belə çıxdı ki, metalın özündən nə qədər əldə olunacaq? 80%. Filizin tərkibində 15% metal olarsa, 15% metaldır. 15% metaldır. Tullantı nə qədərdir? 85%. İndi biz hər ikisində görək metaldan nə qədər əldə olunur. Birinci başlayırıq dəmir üçün. Dəmir. Diqqət eləyin, zəhmət olmasa. Dəmir üçün prosesi eləyirik. 600 milyon tonu 100% götürürük. 600 milyon 100% götürürük. Neçə milyondur ki 15%? Görək metaldan nə qədər alınıb da? 15%. X bərabərdir 600-ü 15-ə vurub 100-ə bölürəm. Bu eləyir 90 milyon. Deməli, mən tapdım ki, metaldan nə qədər dəmir əldə olunub? 90 milyon. 90 milyon. İndi gəlin polad üçün hesablayaq. Yazırıq nə? Polad. Deməli, polad 300 milyon tondur. Yazıram. 300 milyon ton 100%. Metalda nə qədərdir? 80%. Yazıram. X milyon tonda 80%. X bərabərdir. X bərabərdir. 300-ü vururam 80-a, bölürəm 100-ə. Bu deyilir 240 milyon ton. İndi baxın, burada yazıram 240 milyon ton. Deməli, poladdan nə qədər poladdan nə qədər metal alınıb? 240. Dəmirdən nə qədər? 90. İndi bunların arasındakı fərqi tapıram. 240-dan çıxıram 90-a. Eləyir 150. Mən bunu niyə tapdım? Deyir, nə qədər dəmir olmalıdır ki, polad istehsalına bərabər olsun. Dəmir 90 milyondur, polad 240 milyon tondur. Deməli, 150 milyon ton dəmir ixal olunmalıdır ki, nə qədər olsun? 240 milyon olsun. İndi deyir, filizin tərkibində metalın miqdarı nə qədərdir? 15%. İndi gəlin, baxırıq, bax, hansı ədədin 15%-i 150-yə bərabərdir? Nə qədər dəmir ixal olunmalıdır ki, o dəmirin 150 milyon tonu metal olsun? Aydın oldu. Dəmir həm tullantı şəklində, həm metaldan əldə oluna bilər. İndi bizə metaldan əldə olunanı 15%-dir. İndi biz buradan yazırıq 15x bərabərdir. 150-ni vurduq 100-ə. Elədi. Bu qədər. X də bərabərdir. 15.000-i böldüm 15'e elədi 1000 milyon ton.
Fikrim çatdı. Deməli 1000 milyon ton. Bax 1000 milyon ton. 1000 milyon ton. Əlimizdə metal var, dəmir var. İndi dəmirin tərkibində nə qədər metal var? 15%. İndi gəlin bunun 15%-ını tapaq. Diqqət edin. Gəlin bunun 15%-ını tapaq. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 1, 2, 1, 2. 15-i ona vuranda nə qədər elədi? 150. Doğrudan da bizə nə qədər lazım idi? 150 lazım deyil idi. Bu bir. Keçək ikinci məsələmizə. Diqqət edin. Hamısını bir-bir izah eləyəcəm. Çinin illik dəmir filizi hasilatı, dəmir filizi 900 milyon tondur. Bax. Dəmir, diqqət edin. Səsləri açmayın, zəhmət olmasa. Dəmir 900 milyon ton. Polad nə qədərdir? Polad istehsalı 780 milyon tondur. Polad nə qədərdir? 780 milyon. İndi polad həm metaldan əldə oluna bilir, həm tullantıdan əldə oluna bilir. Dəmir həm metaldan, həm də tullantıdan əldə oluna bilir. İndi bizə deyir, istehsal edilən poladın 30% metal tullantılarından. Yəni bunun 30% metaldan, tullantıdan üzr istəyirəm, tullantıdan. İstehsal edilən poladın 30% metal tullantılarından. 30% metal tullantılarından əldə edilir. Filizin tərkibində də 40% metal var. Diqqət edin, zəhmət olmasa. Əgər poladın 30% tullantıdan əldə olunursa, deməli 70% də metalın özündən əldə olunur. Bunun da 40% metaldan əldə olunursa, deməli 60% burada tullantıya ehtiyac yoxdur dəmirdə, promo metalı verir. İndi gəlin görək, istər dəmir, istər polad metaldan nə qədər alınır? Yenə də bax, bizə bu hissə lazımdır. Dəmir, diqqət. 900 milyon ton. 900 100%. Diqqətli olun, xahiş edirəm. Metaldan əldə olunan X 40%. X bərabərdir 900-ü 40-a vurub 100-ə bölürük 360. Deməli, mən tapdım ki, dəmir metaldan nə qədər əldə olunur? 360 milyon ton. Bunu aldıq belə dairəyə. İndi gəldik polad. Polad. Çox əslində çətin görünsə də çox sadə bir şeydir. Görə metaldan nə qədər əldə olunur? 780 ümumidir. İstehsalda, ümumi istehsalda. 100%. 70% metaldan əldə olunur. Görə metalda nə qədər polad alınır? X milyonda 70%. X bərabərdir 780 vurasın 70 bölünsün 100. 0, 0, 7, 8, 56, 7, 7, 49, 546. 546. Ay sağ ol. 546 milyon ton. İndi gördüyümüz kimi poladdan 546 alınıb, dəmirdən 360. Gəlin görək nə qədər dəmir çatmır. 546-dan çıxıram 360-ı. Bu deyilir, səhv eləmirəmsə 186. Səhv eləmirəmsə 186 milyon ton. 186 milyon ton. Deməli bizə 186 milyon ton dəmir lazımdır. İndi görək nə qədər dəmir filizi idxal olunmalıdır. 40% deyil dəmir. Tərkibində metal. Görək hansı ədədin 40%-i 186-ya bərabərdir. Bunun üçün 40x bərabərdir 18600. 18600 x bərabərdir 18600-ü bölürəm 40-a. 0, 0, 18 4 dəfə. 4 4-ün 16, 26 qalır. 26-nın içərisində 6 dəfə. 6 4-ün 24, qaldı 20, bu da 5. Deməli bizə 465 milyon ton dəmir idxal eləməliyik ki,
Bu 465 milyon tonun da 40%-ni tapanda biz alaq 186 bax. 465 milyon ton dəmir ixal elədik, düzdür? İndi bu 465 milyon ton həm tullantı şəklində, həm metal şəklində gəlir. İndi bu 465 milyon tonu diqqət edin bura. Filizin tərkibində metal nə qədərdir? 40%-dir. Gəlin 40%-ni tapaq. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub nə edirlər? 100-ə bölürlər. 0. 4 5-in 20, 2 yadda. 4 6-ın 24, 26. 4 4-ün 16, 18. Onu da bölürəm 100-ə. Nə qalır? 186. Yaxşı mı? Belə. Gəldik 3-cü məsələyə. Diqqət eləyin zəhmət olmazsa. Ölkənin dəmir filizi hasilatı 500 milyon ton. Diqqət eləyin zəhmət olmazsa. Yenə də bax. Ölkənin dəmir filizi hasilatı. Diqqət. Dəmir. Növbəti dərsimiz olacaq yanacaq məsələləri. Dəmir filizi hasilatı nə qədərdir? 500. Gəl görək polad istehsalı nə qədərdir? Polad. Dəyərli həmkarlar, polad istehsalını isə 200 milyon ton qeyd etmişik. 200. İstehsal olunan poladın 40%-i tullantıdan. Tullantıdan nə qədər? 40%. Deməli, metaldan nə qədər alacaq? Metaldan da olacaq 60%. İstehsal olunan poladın 40% tullantılardan əldə edilir. Filizin tərkibində 20% metal var. Deməli, metal nə qədərdir? 20%-dir. Metal. Tullantı nə qədər olacaq? 80%. İndi hər ikisində metaldan alınanları tapaq. Birinci yenə də dəmir üçün. 11-ci sinif dərsliğində də bu proses gedir. Yəni, məktəbdə də bunu izah eləyəndə belə izah eləyəcəyiz. Dəmir 500 milyon ton. 100%. Bəs neçə milyon ton? 20%. X bərabərdir. 500 vurulsun 20 bölünsün 100. Bu deyilir 100. Deməli 100 milyon ton dəmir. Dəmir. İndi gəldik polada. Polad. Diqqət. 200 milyon ton. 100%. Diqqət edin, zəhmət olmasa, burada baxırıq ki, metal nə qədərdir? X milyon ton. 60%. X bərabərdir. 200 vurulsun 60 bölünsün 100. 200 100-ə böləndə 2 vurduq elədi 120 milyon ton. Deməli, polad nə qədər oldu? 120 milyon ton. İndi görürsünüz, yenə də dəmir poladdan azdır. Həmişə dəmir poladdan az olacaq. Çıxırıq, bax, poladın sayından dəmirin sayını çıxırıq, kütləsin. 20 milyon ton dəmir çatmır. İndi gəlirik. Deyir, filizin tərkibində nə qədərdir? 20%. Hansı ədədin, eyni prosesi dəfələrlə deyirəm, hansı ədədin 20%-i 20 milyona bərabərdir? 20x bərabərdir. 22.000 milyon, vurdum da, x bərabərdir. 2000-i bölürəm 20-yə. Bu deyilir 100 milyon ton. Cavab 100 milyon. Doğrudan da bax, yoxlanmasına baxın. Ölkəyə 100 milyon ton neft deyirəm, dəmir ixal olunmalıdır. İndi bu 100 milyon tonun 20%-i görürsünüz metalda. 20%-ni tapaq. 100 milyon ədədin faizini tapması, ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 100 ilə 107 nə qaldı? 20 milyon ton. Doğrudan da bizə 20 milyon ton lazım deyil idi. Deməli, nə qədər dəmir filizi ixal olunmalıdır? 100 milyon ton.
Gəldik 4-cü məsələyə. Bir balaca fərqlilik yaratmışam burada. Ölkədə dəmir filizi hasilatı 800 milyon tondur. Diqqət. Diqqət edin, zəhmət olmasa. D dəmirdir də, da. Böyük hərf, çox yazmıram. Dəmir nə qədərdir? 800 milyon tondur. Polad istehsalı bundan 300 milyon ton azdır. 800-dən 300 çıxanda nə qədər eləyir polad? 500 milyon ton. Deyir ki, istehsal edilen poladın 7 hissəsi tullantıdan. Deməli, həm tullantıdan, həm metaldan. Düzdür? Bu da həm tullantıdan, həm metaldan. İndi qulaq asın həmkarlar. Deyir, istehsal edilən poladın 7 hissəsi. İndi biz burada nəyi bilməliyik? 7 neçə faizdir? Ədədin neçə faiz olmasını tapmaq üçün onun məxrəzini 100 eləmək lazımdır. 7 %70 deməkdir. Deməli, bu 70%. Deməli, 70%dir. 7'si deyirsə, hanı? Polad istehsalı bundan, istehsal poladın 7 hissəsi tullantıdan əldə olunursa, deməli, 70% tullantıdan əldə olunur. 70% tullantıdan əldə olunur. Əgər 70% tullantıdan əldə olunursa, 30% nədən əldə olunacaq? Metaldan. Filizin tərkibində də metalın miqdarı 10%dir. Metal nə qədərdir? 10%dir. Onda belə çıxdı ki, tullantı nə qədərdir? 90%dir. Bax, diqqət edin, zəhmət olmasa. Ölkənin dəmir filizi hasilatı 8 milyon ton yazdıq. Polad istehsalı bundan 300 milyon ton azdır. 800-dən 300 çıxdıq, elədi 500. Sonra istehsal edilən poladın 7 hissəsi tullantıdan. 7 nədir? Məxrəci 100 eləmək üçün neçə vurmaq lazımdır ona? Bunu da ona, bunu da ona. Elədi %70. Yəni 70%dir də. Tullantıdan 70% əldə olunursa, metaldan 30% əldə olunacaq. Filizin tərkibində 10% metal var. Deməli, tullantı 90. İtok, keçdi bunu biraz belə eləyirik. Başlayırıq, bax, dəmir. 800 milyon metaldan alınan, həmişə metaldan alınan tapın. Həmişə metaldan alınan tapınır. 800 milyon 100%. Bəs neçə milyon 10%? Bunun üçün x bərabərdir. 800'ü çarpırıq 10'a, bölürük 100'ə, eləyir 80 milyon ton. Deməli, biz tapdıq dəmirdən nə qədər əldə olunur? 80 milyon ton. Bunu belə aldıq dairəyə. Gəldik polada. Polada baxın, zəhmət olmasa. 500. Polad. 500. 100%. X 30%. X bərabərdir. 500'ə. Vurduq 30'a, böldük 100'ə. Bu deyilədi 150 milyon ton. Deməli, polad nə qədər? 150, yenə də bax, milyon ton. Görsünüz, baxın. Dəmirdən 80 milyon, poladdan 150 milyon. Fərqi tapırıq, 150-dən çıxırıq 80'a. Elədi 70 milyon. Bizə 70 milyon tonu metal almaq üçün nə qədər dəmir lazımdır? Bilmirik. Bilmirik nə qədər dəmir lazımdır. Amma bildik ki, dəmirin, filizin tərkibində 10% metal var. Görək, hansı ədədin 10%-i? Hansı ədədin 10%-i 70 milyona bərabərdir? 10x bərabərdir 7000. X bərabərdir 7000 bölünsün 10. Bu deyilir 700. Deməli, biz 700 milyon ton dəmir ithal etməliyik ki, bunun da 10%'ını tapanda 70 milyon ton çatışmayan dəmiri əldə eləyə bilək. Bax, 70 milyon dəmir lazımdır ki, bu da 150 olsun, bu da 150 olsun. Və nəhayət, 5-ci test tapşırığımıza diqqət edirik. Ölkədə dəmir filizi hasilatı 700 milyon ton. Diqqət. Diqqət. Dəmir nə qədərdir? 700 milyon ton. Bu məsələlərin üçünü özüm beynimlə qurmuşam, yoldaşlar. Yəni, bəlkə də düşməz ağırlıq səviyyəsinə görə. Amma serevunu yenə də bilməliyik. Polad istehsalı
dəmir hasilatının 7,7də 5 hissəsini təşkil edir. Polad dəmirin nə qədəsini? Dəmirin 7də 5 hissəsini təşkil edir. 7də 5 hissəsini təşkil edir. Dəmir nə qədərdir? 700 milyon. Bu polad istehsalı dəmir hasilatının 7də 5-idir. 700-ün 7də 5-ini tapmalıyıq. Bu deyilir 100-500. Aha, deməli polad istehsalı nə qədərdir? 500 milyon tondur. Dəmir istehsalı nə qədərdir? 700 milyondur. Qururuq, bax. Diqqət, zəhmət olmasa. Dəmir, polad, zəhmət olmasa yazaq. Bax, dəmir nə qədər idi? 700. Polad istehsalı nə qədər idi? 500. 500. Okey, baba, bunlar bir dənə dairəyə alaq. Sonra bizə deyir ki, istehsal edilən poladın 30%-i hamısına bax, bir metal yazın. Çalışın metalları qırağa yazın. Hər ikisində tullantıları ortaya yazın. Tullantılar. Deyir ki, istehsal edilən poladın 30%-i tullantıdan əldə olunur. Deməli, 30% tullantıdan əldə olunursa, nə qədər metaldan əldə olunur? 70%. Bizə də metaldan əldə olunan lazımdır. Filizin tərkibində tullantının miqdarı 60%-dir. Əgər filizin tərkibində tullantı miqdarı 60%-dirsə, metal nə qədərdir? 40%-dir. Hər bir işi yekunlaşdırdıq. Qutardı. Başlayırıq. Təkrar həmin prosesə. Dəmir üçün başlayırıq şey eləməyə. 700, diqqət edin, zəhmət olmasa, 700 milyon ton. 100%. Neçə milyon ton? 40%. 40%. X bərabərdir. 700-ə vırırıq 40-a, bölürük 100-ə. Bu deyilir 280 milyon ton. 280 milyon ton. Deməli, bu oldu nə? Dəmir. İndi gəldik polada. Diqqət edin, zəhmət olmasa, əziz həmkarlar. Polad nə qədərdir? 500 milyon ton. 500 milyon ton. 100%. X milyon ton. Bu da 70%. X bərabərdir. 500-ə vırırıq 70-ə, bölürük 100-ə. 500-dən bu gedəndə 5 vurduq 70-350 milyon ton. Deməli, nə qədərdir polad? 350 milyon ton. İndi dəmir 280, polad 350. Yenə də sonuc 350-dən çıxırsınız 280-dır. Elədi 70 milyon ton. Görə indi nə qədər dəmir filizi ixal eləməliyik? Filizin tərkibində metal miqdarı nə qədərdir? 40%. Gəlin onda deyək ki, hansı ədədin 40%-i 70-ə bərabərdir? Ədədin faizini tapmaq üçün hansı ədədin 40%-i? Bilmirik axı bu nə qədərdir? Bunun 40%-ini tapırıq. X-i vururuq 40-a, eləyir 40x bərabərdir. Xırda bir nöqsan olub, ev yox. 7000, aydındır. X bərabərdir. 7000-i bölürəm 40-a. 700 böləndə 40-a, bir dəfə 4, 30, 7 dəfə 20, yox, səhv olmayıb, heç düzdür. 175 milyon ton. Deməli, mən 175 milyon ton dəmir filizi ixal eləməliyəm ki, bunun 40%-ni tapanda, çünki dəmir filizinin tərkibində metal miqdarı nə qədərdir? 40%-dir. 40%-ni tapanda görə elə mən 70 milyon alacam. Deməli, 0, 4, 5-in 22 yadda, 4, 7-in 28, 32 yadda, 3 yadda, 4, 1-in 7. Aydın oldu. Bölürəm 100-ə. Bu deyilir 70. Aydın oldu. Bax belə. Sonra və nəhayət müəlliməmizin birinin bir dənə məsələsi var idi. Onu da izah edeyim. Sonra bu yazdıqlarımı, izah elədiklərimin hamısını sizlərə atacağım. Müəllim atmışdı, gördüm cavablandırılmadı. Bilirsiniz ki, bizim məsələ qrupunda da məsələlər atılır.
Əgər kimsə izah eləmirsə, yəni kiminsə tam izahı olmadısa orada artıq mən onu qeyd götürüb çalışıram ki, maksimum şəkildə sizə bunu izah edim. Deyir 40 dərəcə paralel üzrə yerin orta fırlanma sürəti 1024,8 km/saat olsaydı, bu zaman 50 dərəcə qərb uzunluğunda yerləşən məntəqə neçə saat qurşağında yerləşərdi? Normalda 40 dərəcə paralelin 1 dərəcə qövsün uzunluğu nə qədərdir? 85,4 kilometr. Bir dəqiqə gözləyin. 85,4 kilometrdir. Biz hər hansı bir paralel üzrə yerin fırlanma sürətini tapmaq üçün həmin paralelin 1 dərəcəlik qövsünü 360-a vurub 24-ə bölürdük. Məsələn, 40 dərəcə paralel üzrə bunu hesablayıramsa, diqqət eləyin zəhmət olmasa, 40 dərəcə paralel üzrə bunu hesablayıramsa, bu eləyir 1281 km/saat, yəni 85,4-ü 360-a vurub 24-ə böləndə eləyir 1281 km/saat. Aha, indi bunun başqa alternativ yolu nədir? İstənilən ədədi 360-a vurub 24-ə bölmək, 360 ilə 24 ixtisara gedəndə elə bu 15 qalır. Yəni, həmin ədədi 15-ə vurmaq deməkdir. Bu da yenə 1281 km/saat edəcək. Görürsünüz? İndi bizə məsələnin şərtində deyir, 40 dərəcə paralel üzrə yerin orta fırlanma sürəti 1024,8 km/saat olsaydı. Yəni, indi biz yoldaşlar, bilmirik axı, yer kürəsində neçə saat qurşağı var, görürsünüz ki, bu fərqlidir. Onda biz 1 dərəcəlik qövs, istənilən paralelin 1 dərəcəlik qövsü dəyişmir. Məsələn, 40 dərəcə paralelin 1 dərəcəlik qövsü 85,4-dür. Deməli, mən əslində neçəyə vururdum? 360-a vurub 24-ə bölmürdüm, alırdım 1281. İndi bizim həmin bu 1281-in əvəzinə bizə bu 1024,8-i verib. Deməli, mən 85,4-ü 360-a vurub bölməliyəm x-a. Nəyə görə bilmirəm axı neçə saat var. Və bərabər eləməliyəm nəyə? 1024,8-ə. Aydın oldu. 1024,8-ə. Deməli, 1024,8-ə. Və indi çarpaz vururam. 1024,8 vurulsun x bərabərdir 85,4 vurulsun 360. Uzadıram biraz, yavaş-yavaş izah eləmək üçün. 1024,8 vurulsun x bərabərdir. Bu eləyir. Nə qədər? Bilmirəm. Bir nəfər 85,4-ü 360-a vurur. 30.744 eləməlidir, səhv eləmirəmsə. Hə, 30.744. 51. Yox, 30.700... 85,4-ü 360-a vuranda neçə eləyir? Zəhmət olmasa vurun. Çünki səhv eləmirəmsə... 30.744. Hə, 30.744 kilometr. Hə, sonradan x bərabərdir. 30.744 bölünsün 1024,8. Bu da bərabər səhv eləmirəmsə 30 eləməlidir. 30 dərəcə. Yəni biz indi nə tapdıq? Hə? Biz nə tapdıq? Biz tapdıq ki, yer kürəsində günün uzunluğu 30 saat. Hə? 30 dərəcə daha doğrusu. İndi qulaq asın. Əgər hər 1 saatdan hər 30 dərəcədən, üzr istəyirəm, hər 30 dərəcədən 1 saat qurşağı ayrılarsa, zəhmət olması diqqət edin. Görə yer kürəsində neçə saat qurşağı ayrılar? 360 dərəcə deyil. 360-ı böldük 30-a. Deyəcək ki, yer kürəsində neçə saat qurşağı ayrılar? 12 saat qurşağı ayrılar. Tamam mı? 12 saat qurşağı. Deməli, yer kürəsində 12 saat qurşağı ayrılacaq. Bu bir. Deyir, bu zaman 50 dərəcə qərb uzunluğunda yerləşən məntəqə neçə saat qurşağında yerləşər? Normalda biz 50 dərəcə qərb uzunluğunu neçəyə bölməliyik?
15'ə. 24. Yo, 15'ə bölürdük də, normalda 15'ə. Çünki hər 15 dərəcədən 1 saat qurşaq. 1 saatımız 15 dərəcə idi. İndi 1 saatımız neçə dərəcədir? 30 dərəcə. Çünki 30 dərəcədən 1 saat qurşağı. Normalda 1 saatımız 15 dərəcə deyil idi. İndi 1 saatımız oldu 30 dərəcədə. Deməli, mən bu zaman 50-ni bölürəm 30-a. 15'ə böləndə qalıq nə idi? 7.5-dən böyük kiçik, yəni 15-in yarısı. İndi 30-a böləndə qalıq 15-ə nəzərən dəyərləndiriləcək. 50-ni 30-a böləndə bir dəfə bu elədi 30. Qalıq, aha, 15-dən böyükdür. Plus 1. Deməli, 2. İndi qərbdə yerləşirək məntəqə 50 dərəcə qərb uzunluğunda. Həmişə neçə saat qurşaq vardı? 24-dən çıxırdıq. 24 Onu saat. deyirdim müəllim. 24-dən çıxırdıq, indi 12-dən çıxırıq, yox? Bəli, indi isə 12-dən çıxırıq və deyirik 50 dərəcə qərb uzunluğu neçən saat qurşağında yerləşəcək? 10-cu saat qurşağında yerləşəcək. Diqqət edin, bir də zəhmət olmasa bir də gedək üstündən. Necət müəllim, onda siz tapdınız ki, yer kürəsi 1 saata 30 dərəcə dönür. Bəli, müəllimə. Müəllim, Ona görə 50-ni böldünüz də 30-a, eləmi? Bəli. Əvvəl 15-ə bölürdük, indi 30-a böldünüz. Bəli. Necət müəllim, oradakı x 24 saatı göstərmir. Aha. 24 saatın əvəzinə tapırdıq axı. Məncə orada 30 saat olmalıdır. 30 Bəli, dərəcə olmamalıdır. Burada Bəli, müəllim. bir dəqiqə. Müəllim, məncə 30 saat olmalıdır orada. Həm də o qədər böyük fərq də yoxdur. 1024,8 kilometr bölünmüş saatdır. Yəni siz 2 dəfə böyük fərq almışsınız. Yəni o Bir dəqiqə gözləyin, bir dəqiqə. Onda belə çıxdı ki, mənim bu aldığım 30 saat qurşağıdır da. bəli. Bəli. Onda belə çıxır ki, hə, düzdür. Onda belə çıxır ki, üzr istəyirəm. Qoy bir də gedək buradan. Bir dəqiqə. Bir saniyə zəhmət olmasa düz deyirsiniz. Heç o mənim nəzərimdən çıxıb. Bir dəqiqə. Qoy bunu düzəldim. Aha, ay sağ olun. Düz deyirsiniz. Diqqət eləyin zəhmət olmasa. Deməli, hə, düzdür, düz deyirsiniz. Əla. Belə. 40 dərəcə paralel üzrə yerin orta fırlanma sürəti 1024,8 km/saatdır. Normalda biz 85,4-ü vururduq 360-a, bölürdük 24-ü alırdıq 1281. İndi bölürük x-a bərabər nəyə? 1024,8. Diqqət eləyin, düzdür həmçədir. 1024,8 km/saat. İndi buradan x vururuq 1024,8 bərabərdir 360 vurursun 85,4. 1024,8 bərabərdir 30.744. X bərabərdir 30.744-ü bölürəm 1024,8-ə. Bu deyilir 30 dərəcə. Hə, normalda yəni 24-ə bölürdü, indi 30-a böləndə Allah. Yəni yer bir günümüz əvvəl olurdu 24 saat, yer kürəsində ayrılırdı 24 saat qurşağı. İndi artıq bu dəyişdi, yer kürəsində oldu 30 saat qurşağı. Normalda həmin 360-ı biz bölürdük 24-ə alırdıq 1 saatımız 15 dərəcə. İndi 360-ı bölürəm nəyə? 30-a. Deyirəm ki 1 saatımız 12 dərəcə. Düzdür, düz deyirsiniz. Nəzərimdən qaçdı o mənim. Tamam. Sonra indi 1 saatımız 12 dərəcə. Deməli yer kürəsində 30 saat qurşağa ayrılır və 1 saatımız 12 dərəcədir. Düzdür də? Düzdür. İndi 50 dərəcə qərb uzunluğunu tapmaq üçün 50-ni bölməliyik 12-yə. 4 dəfə 48. Qalıq 6-dan kiçikdir. Düzdür? Aha, deməli 4. Neçə saat qurşağı var? 30 saat qurşağı. 30 saat qurşağından 4-ə çıxanda gəlir bu düşür 26-cı saat qurşağına. Nəzərimdən qaçdı o mənim, düz deyirsiniz. Elənçikdə deyin. Yəni orada bir sıxıntı
Yoxdur, problem yoxdur. Necət Demək müəllim, lazımdır. o qərb yarımkürəsi olduğuna görə həmişə biz 15-ə bölüb 24-dən çıxırdıq da. Amma Bəli. burada İndi 12-yə mənim 30 bölüb saat qurşağı var. 30 saat qurşağı varsa 360-ı 30-a böləndə tapırıq ki, 1 saatımız 12 dərəcədir. İndi həmin o 50 dərəcə qərb uzunluğunu 12-yə bölürük. Aldığımız ədəd 30 saat qurşağı var axı. 30-dan çıxırıq. çox sağ ol. Sizlər sağ olun.